Salam, hər vaxtınız xeyir dostlar. Bu videoda sizlərə ordumuzun silahlanmasında yer alan ekstra raket kompleksi haqqında qısa məlumat verəcəm. Ekstra İsrailin İsrail Military Industries İsrail Hərbi Sənayesi şirkəti tərəfindən hazırlanmış uzun mənzilli, yüksək dəqiqliyə malik idarə olunan artilleriya raketidir. Bu raket kompleksi ordumuzun silahlanmasında ilk dəfə 2011-ci ildə keçirilən hərbi paradda nümayiş olunub və həmçinin ekstra ilk müharibə təcrübəsində ordumuzun silahlanmasında yaşadı. Belə ki, 2-ci Qarabağ müharibəsində düşmən hədəflərini darmadağın eləyən raket komplekslərimizdən biri də ekstra oldu. Ordumuzun silahlanmasında bu raket kompleksi 8 təkərli KAMAZ şahsində yerləşir və kompleksdə atışa hazır 8 raket yerləşir. Beləliklə, bir ekstra kompleksi bir döyüş komplekti ilə 8 ayrı hədəfi yüksək dəqiqliklə məhv eləyə bilir. Bu raketin hədəfdən yayınma radiusu cəmi 10 metrdir. Bu da olduqca yüksək göstəricidir. Beləliklə, ekstra raketi idarə olunmayan raketlərin əksinə hədəfini şahmatvari bir neçə atəşlə deyil, tək atəşlə məhv eləyə bilir ki, bu da az sərfiyyatla yüksək nəticəni təmin edir. Ekstra raketinin çapı 306 mm, döyüş başlığının çəkisi 120 kg, raketin minimal atəş mənzili 30 km, maksimal atəş mənzili 150 km təşkil edir. Ekstra raketi düşmənin raket sistemləri, komanda və rabitə mərkəzləri, logistika obyektlər və nəqliyyat infrastrukturu kimi yüksək əhəmiyyətli hədəflərini vurmağa qadirdir. Raket 150 km məsafəyə 5 dəqiqədən az vaxta çatır. Bu da raketin sürətinin saniyədə 500 metrdən yuxarı olduğunu göstərir. Ordumuzun silahlanmasında həmçinin İsrail istehsalı ekstra ilə yanaşı Lynx Grad, Lar 160, Akular 122, Predator Hawk və Lora raketi yer alır. Bunlardan Lynx Grad və Lar 160 idarə olunmayan raketlərdir. Lynx Grad 122 mm çaplıdır. Atış kompleksində hərəsində 20 ədəd olmaqla 2 paketdə 40 ədəd idarə olunmayan raket yerləşir. Bu raketin mənzili 40 km-dir. Lar 160 isə 160 mm çaplıdır. Atış kompleksində hərəsində 13 ədəd olmaqla 2 paketdə 26 ədəd idarə olunmayan raket yerləşir. Bu raketin mənzili 45 km-dir.